baba. Bu yuxarıdadır, biri yuxarıdadır, biri aşağıdadır. Bu yuxarıdadır, bu aşağıdadır. Fərqi var. Sonra burada da görsənir çanağın yuxarı hissəsindəndir. Bura yuxarıdadır, bura aşağıdadır. Düzdür? Hə. Bel fəqərlərində rotasiya var. Sənin bu çanaq oynağı budur. Bax, bu yarıq var ha. Bu çanaq oynağıdır. Burada səndə koksartroz var, 2-ci, 3-cü dərəcə. Bunlar özləri də sıxır, bir də səndə oynağın özü burulub içəri. Vurulduğu üçün deformasiya uğrayır. O sənin yerişivə də təsir edir. Başa düşdün? Dizinin də elə çox yatmamağına bu təsir. Bir var ayaq belə dayanar, bir də var görüm, bax səndə görsən belə dayanır. Bax belə, gördün? Çünki onu bu qoymur. Bir var bu belə dayansın. Bir də o belə dayanıb deyə səndə də o ayaq x-vari gedir də, formasını dəyişir. Ona görə də sən uzananda heç dizin tam oturmadı. Diz qaldı göydə. Bildin, hə. Amma dizini də yoxlasaydıq, dizində də artroz olacaqdı. Çiynin də ağrıyır, çiynini də yoxlasaydıq, səndə ümumi oynağın qurumasıdır, loru dildə desəm. Bir də səndə osteoporoz yazırlar, yəni sümüyün strukturunun seyrəkləşməsi. Kalsi çıxır, sümük kövrək olur. Yəni sına bilər, özünü qorub, bu çanaq oynağıdır. Ən çox budun başı qırılır, Allah iraq eləsin. Sonra sən gəzə bilmərsən, qalarsan pis vəziyyətdə. İndi hələlik mazəvi elə, idmanlarını elə. İndi nə vaxtsa, haçansa çox səni narahat edərsə, onda protez qoyurlar da, oynaq dəyişmə eləyirlər. Onun da qorxusu yoxdur ya. Bizdə ancaq Azərbaycanda da o şeylərə qarşı həyəcan keçirdirlər. Xaricdə, Rusiyada hamısı elə bir balaca olan kimi gedir, vaxtında eləyir. Çünki çox gecikdirəndə də bu oynağın sirkə kasası deyirlər də, bu sümüyünün başının girdiyi yerə. Orada kasa kimidir, böyük oynaqdır. Bu da bu sümüyünün başıdır. Bunun içərisində olan qığırda xamar olmalıdır ki, o onun içində rahat hərəkət edə bilsin. Amma vaxtında getmirsən, bu qığırda tamam yeyilir, kələ-kötür olur. O ayrı şey də qoyanda onun içində narahatçılıq yaradır. Başa düşdün? Bu saatda hələ ehtiyac yoxdur. Həm fizioterapiya lazımdır sənə, həm idman hərəkətləri, reabilitasiya, həm də iynə dərman müalicəsi. İndi biz burada neçə müddət qalarsan biz eləyərik, qalanı da rayonda ev şəraitində eləməklə. Orada da yəqin ki fizioterapiya zat var, onlardan istifadə edərsən, yazarıq edərsən. Sənin sol tərəfində, bu sənin sağ tərəfində, sol ayağın biraz aşağıdadır. Bayaq dedim, fərq var ayağında. Gördün qızım, bax burada da qoyanda gördün.